Alo, necəsiz? Burada bir dənə cəsəd var. Gəlin də bir dənə kömək elə. Gəlmirsizsə gəlin, mənə nə? Mən özüm həll edərəm. Bunlar da satqın çıxdı. Ben necə edəcəm? Aha, orada kamera var. Aha, o kamera sayəsindən gedib kimin öldürdüyünü tapa bilərik. Alo, buyurun, ne istemiştiniz? Şeydi, kameralar birdən baxa bilərdi. O yana bir dənə cəsəd vardı. Ancaq kim bunu öldürdüyünü bilmirdik. Ha, yaxşı, olar. Burada özünü yandırdı. Burada maşının nömrəsi var. Gedib taparam. Bu avtomobilin nömrəsini mənə tapa bilərsiniz. Ne için lazımdı size? Bu Aha. Buyurun. bu avtomobili şeydir, mənə tapa bilərsiniz. Size ne için lazımdı? Bir dənə yolda cəsəd tapmışdım. Ancaq bilmirdik də kim öldürdü. Aydındır. Qoy bir baxım indi kompüterə. Hörmətli Dəniz xanım, bizim araşdırmamızın nəticəsinə görə bu nömrəli bir Qoşqar İbayev adlı şəxs var. Hazırda İsmayıllı rayonunun İvanovka kəndində riyaziyyat müəllimi olaraq çalışır. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, xoşdur. Hər zaman Alo, ana, mən İsmayıllı rayonundayam. Şeydir, o bir dənə cəsəd tapmışıq. Onun katilini tapmağa çalışırıq da. Ona görə bu gün evə gələ bilməyəcəm, ola bilsin. Buyurun dostlar. Ay, kimdir buyurun. Alo. Deməli uşaqlar, burada 2 kim neçə eləyir? 4. Buyurun. Sağ ol. Salam, buyurun. Qoşqar İbayevdir. Ha, bəli, buyurun. Dəniz xanımın nə lazım idi? Biz sizin maşınınızın kodunu görmüşdük. Orada kameralardan gördük. Aha. Bir dənə siz deyəsən, cəsəd var idi, sizin maşının nömrəsindən gördük. Ona görə danışmaq lazımdır da. Problem yoxdur. Mən indi dərsləri yekunlaşdırım. Problem deyil. Keçin əyləşin orada. Əyləşin. Uşaqlar, deməli 200 dəqiqə sakit qalın. Mən Serjant xanımla bizim qonağımız gəlib. Rayon polis idarəsindən mən danışım, gəlirəm, okey? Sizin maşınınızdan böyle tapılmışdı əslində. Cəsəd tapılıb. Aha. Buna görə bölgəyə gedib danışmamız lazımdır. Bölməyə. Problem deyil. Əslində mənə çox maraqlıdır. Mənim maşınımdan cəsəd tapılıb, mənim xəbərim yoxdur. Bu belə ola bilməz. Problem deyil, gedək. Sizin sorğu rejimi almalıyıq. Problem deyil. Buyurun, sorğu ala bilərsiniz. Sizin maşınınızdan tapıldı. Bu səfər də kameradan da maşınınızın nömrəsi tapıldı. Buna görə də da bilmədik. Bu nə ola bilər sizcə? Oğlum, mənim xəbərim yoxdur dediyim kimi bu məsələdən. Siz harada tapmısınız, necə tapmısınız, mən bilmirəm. Çox xahiş edirəm bu haqda mənə məlumatlandırın. Rəsmi şəkildə mənə məlumatlandırın. Çünki bu şərböhtan da ola bilər. Kimsə mənim boynuma ata bilər bunu. Məni şərləyə bilər. Ona görə də çox xahiş edirəm. Gedin bunu araşdırın, mənə rəsmi şəkildə müraciət edin, sonra mən cavab verim. İndi mən dərslərimi keçməliyim. Sizi azad buraxırıq. Zəhmət olmasa nömrənizi verə bilərdiniz. Nəsə xəbər olsa sizə demək üçün. Problem deyil, mən çıxanda nömrəmi qoyaram. Çox sağ olun Serjant xanım. Sizin soyadınız necə idi? İsazadə. İsazadə. Çox xahiş edirəm, rəsmi bir məlumat olmadan məni narahat etmə, çünki mənim işlərim var, dərslərim var. Oldu, sonunda mən qapıda yazıb nömrəmi qoyacağım. Oldu, çox sağ olun.